Gəlin başlayaq. Qeydiyyatımız açıqdır. Belə indi bir dəqiqə söndürün. Sizi bu təqdimatdan Grantero şirkətimizin təqdimatında salamlayıram. Çox yaxşı ki, hamınız gəlmisiniz. Bunun üçün sizə təşəkkür edirəm. Bugün məhz şirkətimiz və həyatınızı dəyişəcək imkanlar barədə danışacağam. Və sizə izah edəcəyəm ki, maliyyə vəziyyətimizi necə yaxşılaşdırmaq və daim arzuladığımız azad insan kimi hiss etmək olar. Və əlbəttə, bəlkə də kimsə səyahət üçün qapılarını açmaq istəyir. Mən də o cümlədən. Mən səyahət etməyi sevirəm və bu, mənim həyatımda çox vacib bir hissədir. Və bunun üçün bizə təbii ki, yaxşı qazanc lazımdır. Mənim adım Natalyadır. Mən beynəlxalq Grantera şirkətini təmsil edirəm. Şirkətin spikeriyəm və Grantera şirkətinin İrkutsk şəhərində şəbəkə inkişafı üzrə direktoruyam. Biz 5 oktyabrda İrkutskda şirkətin ofisini açdıq. Peşəkar sahədə mən hüquqşünas kimi başlamışam. 15 il hüquq sahəsində hüquqşünas kimi işləmişəm. 2017-ci ildə özümü təhsilə həsr etdim. Tamamilə bu sahəyə keçdim. Dərs deməyə başladım. Uşaqları YK, UG-yə hazırlaşdırıram. Paralel olaraq tarix, ictimaiyyət və hüquq fənlərini tədris edirəm. Eyni zamanda mən Grantera şirkətinin fəaliyyət göstərən tərəfdaşıyam. Və əslində bu tərəfdaşlıq işi mənim üçün passiv gəlir arzusunu reallaşdırmaq üçün real bir imkan oldu. Mən bugün məhz bu barədə romanın görüşündə danışırdım ki, həqiqətən də passiv gəlirə sahib olmaq mənim arzumdur. Və mən həmişə belə yaratmaq istəmişəm. Sabit maliyyə axını yolları. Və şirkət də məhz bunu mənə təklif etdi. Bugün sizinlə danışacağım bütün üstünlüklər və imkanlar məhz bunlardır. Onda gəlin birbaşa təqdimata keçək. İndi təqdimatı açacağam, birlikdə başlayacağıq. Zəhmət olmasa deyin, görünürmü? Bəli. Bəli, yaxşı. Grantera, bizim şüarımız budur. Slaydda da görürsünüz. Maliyyə dəstəyi lider olasan deyə. Bu nə deməkdir? Yəni şirkət bizə maliyyə dəstəyi verir və liderliyə yol açır. Yəni şirkətlə tərəfdaşlıqda təkcə pul qazanmaq yox, həm də inkişaf etmək mümkündür. Şəxsiyyət kimi inkişaf etmək, məsələn, lider olmaq, bəlkə də ictimai çıxış bacarıqlarını yaxşılaşdırmaq. Öz şəhərində nümayəndəlik aça bilərsən, reklamla məşğul ola bilərsən. Yəni şirkət ümumiyyətlə community üçün çoxlu imkanlar yaradır. İnkişaf et və qazan, bunların hamısı mümkündür. Əslində məni cəlb edən də məhz bu oldu. Çünki mən elə şirkətləri sevirəm. Ümumiyyətlə çalışıram elə şirkətləri seçəm ki, orada təkcə maliyyə qazancı yox, həm də şəxsi inkişafım üçün fayda olsun. Və bu imkan hər biriniz üçün mövcuddur. Şirkətimizdə hər kəs özü üçün bu rolu müəyyən edə bilər. Ya istifadəçi kimi çıxış edir və istədiyi passiv gəliri əldə edir. Ya da tərəfdaş kimi çıxış edə bilər. Burada şirkəti tövsiyə edə və uyğun olaraq loyallıq proqramı vasitəsilə qazanc əldə edə bilər. Hər ikisini də birləşdirmək olar. Əslində, həm passiv gəlir əldə etdiyin, həm də referal sistemi ilə qazandığın zaman bu daha da əladır. Amma bunun haqqında biraz sonra danışacağam. Grantera şirkəti Böyük Britaniya və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçib və fəaliyyət göstərir.
Bizim qeydiyyatımız rəsmi orqanlar tərəfindən təsdiqlənib və Böyük Britaniyanın Company House saytında və Rusiyanın Vahid Dövlət Hüquqi Şəxslər reyestrində yoxlana bilər. Bu onu göstərir ki, şirkət qanuni fəaliyyət göstərir. Hər iki yurisdiksiyada qanuni fəaliyyət göstərir və bütün qaydalara uyğunluq təmin olunur. Və şirkət Böyük Britaniyada 3 aktiv üzvə qeydiyyatdan keçib, hansı ki siz slaydda görürsünüz və bunlar məhz onun fəaliyyət istiqamətini əks etdirir. Bunlar kreditləşmə, maliyyə vasitəçiliyi və maliyyə menecmentidir. Və bu kodlar həqiqətən də rəsmi qeydiyyatda göstərilib. Yəni bizim fəaliyyətimiz həmçinin Rusiya Federasiyasında da 2 ukvedli əhatə edir. Bunlar biznes və idarə etmə məsələləri üzrə məsləhət xidmətləri və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyətdir. Və burada görürsünüz, bəli, qeyd vərəqəsini, yəni bu o deməkdir ki, hüquqi şəxslərin vahid dövlət reyestrinə dövlət. Müəyyən məsuliyyətli cəmiyyət olan Grand Veranın 21 avqust 2025-ci il tarixində qeydiyyatı barədə qeyd daxil edilib. Və qeydiyyatın təsdiqini Company House-in rəsmi saytında tapmaq olar. Slaydda Grand Veranın qeydiyyat qeydi görünür. Akvedlər göstərilib, baxın bu 3 akved burada qeyd olunub və bu məlumatı şəxsən özüm yoxlamışam. Bu məlumatı yoxlamaq olar. Məsələn, Company House saytına daxil olub şirkətin adını və ya nömrəsini yazmaq kifayətdir. Əgər siz bu şirkəti Rusiyada yoxlamaq istəyirsinizsə, o zaman Federal Vergi Xidmətinin saytında hüquqi şəxslərin vahid dövlət reyestrində axtarışdan istifadə edib, məsələn, şirkətin bölününü daxil etməlisiniz. Bütün bunlar mümkündür, əgər kim şirkətin fəaliyyətinin nə ilə məşğul olduğunu, harada qeydiyyatdan keçdiyini öyrənmək istəyirsə, buyurun, bunu edə bilərsiniz. Beləliklə, Grantera şirkəti müasir topdan kripto kreditləşdirmə maliyyə sistemidir, hansı ki, rəqəmsal aktivlər dünyası ilə ənənəvi biznesi birləşdirir. Burada bir misal çəkəcəm. Həmişə bu misalı gətirirəm, hansı ki, pul qazanma prosesini izah edir. Bizim 2 tərəfimiz var. Buna biznes modeli də demək olar. Bir tərəf təşkilatdır, yəni vəsaitə ehtiyacı olan obyekt, digər tərəf isə bizik. Yəni biz, hansı ki müəyyən faizlə və müəyyən müddətə borc vermək imkanımız var. Və bu obyekt, məsələn, təşkilat razılaşdırılmış faizi ödəməyə hazırdır. Bizim pullarımızdan istifadə etdiyinə görə. Yəni, əslində biz bank rolunda çıxış edirik və tez bir zamanda kreditlər veririk. Başqa sözlə, Grantera şirkəti qısa desək, müxtəlif kriptovalutalarda təşkilatlara, müəssisələrə kredit vermək üçün yaradılmış bir şirkətdir. Yaxınlarda bizdə artıq fiziki şəxslər üçün də kredit vermə imkanı yarandı. Yəni, şirkət inkişaf üçün, tikinti üçün, startaplar üçün, kiçik və orta biznes üçün kreditlər verir. Amma bu barədə daha ətraflı məlumatı slaydda göstərəcəm, sonra danışacağam. Yəni, şirkət ümumiyyətlə müxtəlif miqyaslı layihələrlə işləyir, startaplardan tutmuş iri şirkətlərə qədər. Yəni, şirkət, dediyim kimi, bank rolunda çıxış edir, investorların cəlb etdiyi vəsaitlərdən bu fond pulunu yaradır. Və artıq bu vəsaitləri müxtəlif təşkilatlara və müəssisələrə məhz kriptovalyuta şəklində təminat qarşılığında kredit kimi paylayır. Baxın, xahiş edirəm, şirkətin əsas fəaliyyət istiqamətlərinə diqqət yetirin. Bura tikintiyə investisiyalar daxildir. Xüsusilə yüksək tələbat olan regionlarda fəaliyyət göstərən tikinti şirkətlərin, məsələn, Asiya və Avropa kimi. Bu, şirkətin fəaliyyət istiqamətlərindən biri olan kiçik və orta biznesin kreditləşdirilməsidir. Məsələn, istehsal, logistika və ixracla bağlı sahələr.
Bura nəqliyyata investisiyalar, lizinq xidmətləri, startapların və perspektivli innovativ layihələrin maliyyələşdirilməsi, P2P və mikrokreditlər daxildir. Yəni bu, fiziki və korporativ müştərilər üçün qısa müddətli maliyyə həlləridir. Bax, bunlar şirkətin bütün 5 əsas fəaliyyət istiqamətidir. Biz sadə dillə desək, bankların heç bir həll təklif etmədiyi vaxtdan burada və indi pula ehtiyacı olan şirkətlərə kömək edirik. Bəs kriptokreditlər nədir? Bu, investorların istifadə edə biləcəyi maliyyə alətidir. Yəni DeFi, kripto treyderlik, blockchain startaplar sahəsində fəaliyyət göstərən və tez bir zamanda kapitala çıxışa ehtiyacı olan şirkətlərə vəsait verərək əvəzində faiz gəliri əldə etmək imkanıdır. Bunu artıq sizinlə müzakirə etdik ki, investorlar, kreditorlar kapital təqdim edirlər. Məsələn, biz sizinlə kapital təqdim edirik, borc alanlar isə vəsait alır və bizə faiz ödəyirlər. Belə bir biznes modeldir. Granter. Bizim şirkətimiz borc alanların öhdəliklərini real vaxt rejimində izləyir. Bu isə təbii ki, riskləri minimuma endirir və kredit şərtlərinə əməl olunmasını təmin edir. Yəni, gəlir investorlar arasında gündəlik olaraq bölüşdürülür. Likvidlik yalnız yoxlanılmış borc alanlara təqdim olunur. Yoxlanılmış borc alan nə deməkdir? Yəni, bizdə xüsusi analitik şöbə var ki, müəssisəni sənədlər üzrə yoxlayır, onun ödəmə qabiliyyətini qiymətləndirir. Və kredit müvafiq olaraq yalnız öhdəlikləri yerinə yetirmək qabiliyyətini təsdiqləyən şirkətlərə verilir. Amma bu təbiidir. Bu, istənilən ənənəvi bankda olduğu kimidir. Kredit sadəcə olaraq verilməyəcək. Ödəmə qabiliyyətini təsdiqləyə bilməyən şəxsə. Grantera borc alanın öhdəliklərini real vaxt rejimində izləyir. Mən artıq bu barədə danışmışdım. Və biz başa düşürük ki, maliyyə məsələlərində təhlükəsizlik əsas prioritetdir. Buna görə də şirkətdə kapitalın qorunması üçün çoxpilləli müdafiə sistemi tətbiq olunur. Bu, məhz borc alanların diqqətlə yoxlanılmasıdır. Bu, hazırda bizdə mövcud olan SAFE protokoludur. Yəni, SAFE protokolu nədir? Bu, komandamız tərəfindən müəyyən bir həddə çatdıqda formalaşdırılan ehtiyat fondudur. Belə demək mümkünsə. Yəni, $25.000. Qrup dövriyyəsi yaradılmalıdır. Və bax, SAFE protokol sanki belə bir rol oynayır. Borc alanların ödəmə qabiliyyətində problem yaranarsa, öhdəliklərin müvəqqəti olaraq ödənilməsi üçün, həmçinin yeni qoşulan iştirakçıların dəstəklənməsi üçün. Yəni, məhz belə bir fond bizə burada etibarlı qoruma altında olduğumuzu başa düşməyə imkan verir. Bizə belə bir sığorta verir. Daha bir sığorta barədə də danışacağam, orada $2.000-dan başlayır. Bizim vizyonerimiz Kiliyi bizə təqdim edib, şirkətdə mövcud olan planlar barədə danışanda sizə izah edəcəyəm. Bu barədə sizə daha ətraflı məlumat verəcəyəm. Daha da diversifikasiya, yəni kapital bir neçə borc alan arasında bölüşdürülür. Bu, riskləri minimuma endirmək üçündür. Həm ağıllı müqavilələr, həm də blockchain texnologiyası o deməkdir ki, bütün əməliyyatlar dəstərdə qeyd olunur. Şərtlər ağıllı müqavilələrlə avtomatlaşdırılır. Bu, əlbəttə ki, şəffaflıqdan xəbər verir və saxtakarlıq riskini azaldır. Bəs şirkət necə işləyir? Əslində hər şey çox sadədir. Platformada qeydiyyatdan keçirsən, minimum $10 depozit qoyursan.
Depozit təsdiqləndikdən sonra artıq növbəti gündən gəlir hesablanmağa başlayır. Sizin vəsaitləriniz sənədlə yoxlanılmış bir neçə etibarlı borcalan arasında bölüşdürülür. Bizdə kredit ya müqavilə ya da məhsuldan asılı olaraq ağıllı müqavilə ilə rəsmiləşdirilir. Bütün tranzaksiyalar şəffaflıq üçün blokçeyn reyestrində qeydə alınır. Borcalanlar bizə faiz ödəyir və platforma gəliri hər gün investorlar arasında bölüşdürür. Və uyğun olaraq sizin payınız yatırdığınız məbləğdən, seçdiyiniz plandan asılıdır. Bunları da birazdan sizinlə birlikdə nəzərdən keçirəcəyik. Beləliklə, şirkət çox pilləli referal sistemi təklif edir. Yəni platformada qeydiyyatdan keçirsən, bu referal linkini alırsan və istifadəçiləri cəlb edirsən. Passiv gəlir əldə edirsən. Yenə də hər şey sadədir. Başlamaq üçün ümumiyyətlə depozitə ehtiyac yoxdur. Yəni elə insanlar var ki, deyir, məndə heç pul da yoxdur. Yəqin ki, elələri də var ki, deyir, qoymağa heç nəyim yoxdur. Amma burada əslində depozitsiz başlamaq mümkündür. Qeydiyyatdan keçin. İstinad linki alındı. Müvafiq olaraq başqalarını dəvət edin referanslar vasitəsilə pul qazanım, mən pul qazandım və ilk depozitimi yatırdım. Artıq marketingi necə apardığımıza nəzər salın. Marketingimiz xətti çox səviyyəlidir. Və dərindən baxın, sizinlə 20 sətirimiz var. Dövriyyələr üzrə 20 xətt var. Və müvafiq olaraq səviyyələr üzrə bizdə 15 xətt, 15 level var. Burada referal vasitəsilə tez pul qazanmaq olar, məsələn, sizdə açıq olanda. 3 xətt dərinliyə baxın, siz daxil olursunuz və dərhal 3 xətt açılır. Birinci xəttdən siz 5%, ikinci xəttdən 2% və üçüncü xəttdən 1% alırsınız. Və elə ki, komandanızın, yəni bütün strukturun dövriyyəsi $25.000 məbləğində dövriyyəyə çatır. Sizdə artıq ikinci səviyyə açılır. İkinci səviyyə, yəni siz ikinci səviyyəyə çıxırsınız və dəvət etdiklərinizdən gələn gəlir faizləri artır. Bu artıq belədir. Birinci xətt 6%, ikinci xətt 3%, üçüncü xətt 2%. Və baxın, sizdə dördüncü xətt açılır. Bəli, dördüncü xətt və bu da 1%dir. Sonra isə komandanızın dövriyyəsi yenidən $50.000 çatanda, yəni bu sizin yatırdığınız pul deyil, məhz komandanızın dövriyyəsidir. Onda baxın, sizdə 5-ci xətt açılır. Müvafiq olaraq burada faizlər dəyişir, 1% daha artır. Müvafiq olaraq artıq 5-ci xətt dərinliyə gedir. Həmçinin 6-cı xətt birinci səviyyədə qalır. İkinci səviyyədə isə artıq 4% olur. İkinci səviyyədə olduğu kimi, üçüncü və dördüncü səviyyədə də 2% olur. Bax belə. Bu, marketinqə aid olan hissədir. Gəlin indi sizinlə depozit proqramlarını biraz daha ətraflı nəzərdən keçirək. Bəli, yəni onlar bizdə necə işləyir, onlardan nə qədər qazana bilərik? Ən birinci proqram mini proqramıdır. Yəni bu proqram $10-dan $299 qədər əl çatandır. Və bizə gündə 1% gəlir verir. Yəni bu proqram 5 gün işləyir. Yəni 5 günə reinvestlə bərkitmək olar. İstəsəniz bərkitməyə də bilərsiniz. Əgər reinvesti bərkitməsəniz, o zaman qazancınız hər gün birbaşa pul qabınıza gəlir. Dərs bərkitmək nə deməkdir? Məsələn, əgər siz 5 günə $250 göndərirsinizsə, bu məbləği reinvestə bərkitmiş olursunuz. Və xartun. Sizin hər gün 1% hesablanmış gəliriniz depozitin əsas məbləğinə əlavə olunur. Bu, əsas məbləği artırır. Yəni, kim bilmirsən, buna mürəkkəb faiz deyilir.
Əgər reinvesti qoşmusunuzsa, təbii ki, məbləğ daha az olur. Çünki artıq mürəkkəb faiz işləmir. İkinci proqram, ikinci paket isə standartdır. Bu paket artıq $250-dan $999 qədər işə düşür. O, 30 gün işləyir. Onun gəlirliliyi isə təbii ki, biraz daha yüksəkdir. Hər gün 1-dən 2-yə faiz və burada tamamilə eynidir. Yəni təkrar investisiyanı yandıra və ya söndürə bilərsiniz. Yaxşı, başqa bir şeydir ki, məsələn, ayın əvvəlində yenidən investisiyanı aktiv etmisinizsə və birdən deyək ki, bir neçə gündən sonra sizə vəsait lazımdırsa, onu söndürə bilərsiniz. Yenidən investisiya etmək və növbəti gündən yenidən qazanc əldə etməyə başlayacaqsınız. Qazanc cüzdanınıza gedəcək və burada artıq qazancınızı hər gün çıxara bilərsiniz. Əgər, məsələn, artıq sizə pul lazım deyilsə, yenidən təkrar investisiyanı aktiv edə bilərsiniz. Şirkət sizə məhz belə üstünlüklər verir. Yəni, əl ilə aktivləşdirib söndürmək mümkündür və eyni zamanda depozitin əsas məbləğini də özünüz artırmaq olar. Məsələn, sizə hansısa referal gəlirləri gəlibsə, bunu əl ilə edə bilərsiniz. Digər partnyorlardan gələn bonuslar, bəli, siz bu məbləği paketinizə əlavə etmək istəyirsiniz. Hətta əgər o sizdə işlək vəziyyətdədirsə, hətta reinvestdə, yəni sabitləşmiş vəziyyətdədirsə belə, bu məbləği depozitin əsasına əlavə edə bilərsiniz. Bu çox yaxşıdır. Bax belə. Yəni növbəti gün artıq qazancınız məhz həmin yekun məbləğə görə hesablanacaq. Bu çox rahatdır, bəli, çünki depoziti artırmaq mümkündür. Bax belə. Hətta ənənəvi banklar belə bunu etməyə imkan vermir. Bəli, və təbii ki, onların faizləri də fərqlidir. Bax belə. Növbəti proqram Pro adlanır. Bu üçüncü proqramdır. $500-dan $4999 qədər işləyir. Bu proqram artıq 60 gün işləyir və hər gün 1,5% gəlir gətirir. Yəni şərtlər hamısı eynidir. Və indi 2 paket üzərində dayanmaq istərdim. Bunlar 4 və 5-dir. Flehi və Ultra paketləri. Beləliklə, Flehi paketi $1000-dan başlayır. Bu paket 160 gün işləyir və gəlirliliyi 2%-dir. Amma burada belə bir məqam var ki, bunu qeyd etmək istəyirəm. Əgər ilk 3 paketdə Reinvest proqram işlədiyi müddətcə daim aktivdirsə, Flehi paketində isə, məsələn, siz $1000 yatırırsınız. Yəni $1000 Flehi paketinə qoyursunuz və depozitiniz $2000 çatanda, yəni depozitiniz 2 dəfə olanda Reinvest avtomatik olaraq söndürülür. Və artıq qazancınız hər gün birbaşa pul qabınıza düşməyə başlayır. Yəni sizin o $1000 əslində artıq sizə geri qayıdır. Ümumiyyətlə cəmi 50 gün ərzində. Yəni bundan sonra qərar vermək sizə qalır. Ya onu orada saxlayırsınız, ya da çıxarırsınız, ya da. Və investisiya etmək də olar. Yəni burada hər kəs özü qərar verir ki, bu paketlə necə işləyəcək. Və indi Ultra paket var. O da bir növ sənəd paketi kimidir. 5000-dən başlayır. Ultra paketdə işləmə müddəti 180 gündür və gəlirlilik artıq baxın 2,5%-dir. Burada da belə bir məqam var ki, əgər siz, məsələn, 5000 yatırırsınız, fərqi yoxdur nədən. Sizin depozit məbləğiniz tam 7500-ə çatanda, yəni əlavə olaraq 2500 gəlir əldə etdiyiniz zaman, bundan sonra sizdə də avtomatik olaraq reinvestasiya söndürülür. Məncə bu ədalətlidir. Çünki əgər reinvestasiya söndürülməsə, orada həqiqətən də kosmik məbləğlər alınır. Belə proqramlardır. Məncə maraqlı proqramlardır. Həqiqətən çox maraqlıdır. Deməli, artıq bugün, elə indi, bu efirdən sonra qazanmağa başlaya bilərsiniz. Zəhmət olmasa qoşulun, dəvət edən şəxslərdən öz linklərinizi alın. Başlamaq üçün minimum $10-ın 10%-dən başlaya bilərsiniz.
Yəni $10 başlamaq mümkündür. Artıq ertəsi gün ilk gəliriniz gələcək, qoy az olsun, fərq etməz. Siz onu çıxaran platformanın necə işlədiyini, bizim servisin necə işlədiyini yoxlaya bilərsiniz. Yəni minimum məbləğlə test edin, belə desək, hesablanma və çıxarış prosesinə baxın, sonra isə artırmaq barədə qərar verin. Yəni deyirəm ki, bizdə ilk depozit 5 gündən azdır. Bu sadəcə, belə desək, test üçün olan depozitdir ki, platformanın necə işlədiyini görəsiniz. Mən şirkətə qoşulanda test etmədim. Dərhal Flex-də 1000 manatla başladım və nəticədən ümumilikdə razı qaldım. Amma bu hər kəsə görə dəyişir. Kim necə bacarır, kimin hansı imkanı var. Bəli, burada buna əsaslanacağıq. Beləliklə, kriptovalyuta kreditindən maksimum gəlir əldə etmək məhz kripto kreditlərin yüksək gəlirliliyi sayəsində mümkündür. Və buna uyğun olaraq siz ənənəvi banklar qarşısındakı borclarınızı ödəyə bilərsiniz. Məsələn, kimin ənənəvi banklarda krediti varsa, bunu etmək, yəni borcunu ödəmək mümkündür. Bizdə belə bir şey var. Anqas şəhərində şəbəkənin direktoru Tatyana var. O öz yayımında danışırdı ki, şirkətdə cəmi 2 ay ərzində ənənəvi banklarda olan bir neçə kreditini necə bağladığını izah edib. Daha sonra gəlirinizi diversifikasiya edin, qazancın bir hissəsini ümumiyyətlə başqa aktivlərə, əlbəttə ki, kriptovalyutalara, səhnlərə, daşınmaz əmlaka və sairəyə yatırmaq olar. Və indi yaxınlaşaraq. Belə deyək, görüşümüzün yekununa sizə bir tövsiyə vermək istəyirəm. Komandanıza tərəfdaş şəbəkənizi yenidən investisiya qoyun, biznesinizi inkişaf etdirin, miqyasınızı böyüdün, ofislər açın, bəli, kim hansı şəhərdədirsə. Zəhmət olmasa, şirkət bütün imkanları təqdim edir. Bu imkanları əldən verməyin. Kim bu imkanlardan yan keçirsə, bu həqiqətən təəssüf doğurur. Çünki şirkət doğrudan da çox böyük imkanlar təqdim edir. Onları sadəcə görmək, hiss etmək lazımdır. Çünki əgər bu imkanlardan istifadə etməsəniz, sadəcə maaşla oturub işləyə bilərsiniz və bu dünyada heç nə öyrənməzsiniz. Dünya əslində çox maraqlıdır. Şirkətin hesabına həm səyahət etmək, həm inkişaf etmək, həm də öz keyfiyyətlərinizi, bacarıqlarınızı artırmaq mümkündür. Burada hər şeyi şirkət təmin edir. İnkişaf edin və miqyasınızı böyüdün. Bu, əlbəttə ki, çox vacibdir. Və əslində çox şey ondan asılıdır ki, siz qərarı nə qədər tez verəcəksiniz, bəli, tərəfdaş olmağa. Bax, ilk addım atanlar da məhz bütün bu üstünlükləri əldə edirlər, bəli. Başlanğıc məbləği əslində depoziti artırmağa başlamaq üçün hamı üçün əlçatandır. Bax, hamı üçün əlçatandır. Təkcə əksəriyyət üçün yox, hamı üçün əlçatandır. Və efirdən sonra da siz dəvət etdiyiniz şəxslərdən linki istəyə bilərsiniz, bəli. Qeydiyyatdan keçmək, bu minimal depoziti yatırmaq və artıq sabah ilk faizlərinizi almaq üçün. Artıq sabah. Bax, demək istədiyim bu idi. Gəlin suallara keçək. Günortanız xeyir. Dərhal sual verə bilərəm. Əlbəttə. Hər şey aydındır. Yəni mən düzgün başa düşürəm ki, bu bankın analogudur. Yəni mümkündür. Saxlayaraq pul qazan, yəni pul yatırıb saxlaya və faiz ala bilərsən. Mütləq. İkincisi, kredit verilmiş kimi işləyirsən. Sual olunur ki, siz kimə kredit verirsiniz? Fiziki şəxslərə, yoxsa böyük müəssisələrə, fərdi sahibkarlara, hüquqi şəxslərə? Ümumiyyətlə, siz kimlərlə işləyirsiniz? Bəli. Baxın, birinci sualınıza cavab olaraq. Bizdə bütün bu depozit proqramları var, hansıları ki, mən indi açdım. Görünür, belə bir sual verəcəyinizi bilirdim.
Bütün depozit proqramlarını açdığım üçün bəli, siz şəxsi kabinetinizdə vəsaitlərinizi saxlaya bilərsiniz. Qeydiyyatdan keçəndə şəxsi kabinetinizə daxil olacaqsınız, planları açacaqsınız və bütün bu planlar qarşınıza çıxacaq. Və siz uyğun olan planı seçirsiniz. Yəni, sizin imkanlarınıza investisiya etmək istədiyiniz məbləğə uyğun olanları. Budur, 5-nin hamısı təqdim olunur. Müvafiq olaraq qazancınızın faiz dərəcəsi töhfə verdiyiniz pulun miqdarından asılı olacaq. Və hər gün sizə qazanc veriləcək. Düzdür, hə? Bütün suallarınızı cavablandırdım. Bəli, düzdür, bəli. İkinci sualım budur. Kiminlə işləyirsən? Bəli ilə. Sən, ikinci sual. Şirkət hüquqi şəxslərə kreditlər verir. Yaxınlarda bizdə fiziki şəxslərə də kredit verilməsi başladı. Ümumiyyətlə, şəxsi kabinetinizdə qeydiyyatdan keçəndə bizdə hesabatlılıq var bizdə. Yəni şirkət bütün hesabatlılığı təqdim edir. Kimə kredit verir, hansı faizlə, hansı şirkətlərə. Bunu hamısını şəxsi kabinetinizdə görə bilərsiniz. Bütün hesabatlılıq var, mövcuddur. Yaxşı, Natalya, belə bir sual da var. Siz bu şirkəti necə təqdim edirsiniz? Yəni banklardan nə ilə fərqlənirsiniz? Əgər tərəfdaşlıqdan danışırıqsa, məsələn, mən tərəfdaş olsam, insanlara bu şirkəti təqdim edəndə hansı arqumentlərim olacaq? Sizin şirkətiniz, yoxsa bank? Axı elə bil ki, bank daha çox təhlükəsizliklə bağlıdır. Çünki onların həm marketinqi yaxşıdır, həm də etibarlı görünür. Yəni, siz nə ilə əsaslandırırsınız? Niyə məhz siz, bank yox, məsələn? Deməli, Birincisi, bank belə faizlər vermir. Hazırda ənənəvi bankda faiz dərəcəsi nə qədərdir? Bilmirəm, maksimum nə qədər olar? Bəlkə 20% olar, ya yox, düzdür. Yəni, gördüyünüz kimi faizlər tamamilə fərqlidir. Və zəhmət olmasa, səsi söndürə bilərsiniz. Özümü eşitməyə başlayıram və buna uyğun olaraq. Burada gördüyünüz kimi bütün planlarımız təqdim olunub, faizlər tamamilə fərqlidir. Gündə 1-dən 2,5%-ə qədər, bəli, ayda yox, məhz gündə. Müvafiq olaraq faizlərdə fərqlər var, bu bir. Təhlükəsizlik məsələsinə gəlincə, bəli, bizdə bütün tranzaksiya var, bütün. Bizdə təhlükəsizlik var. Bizdə təhlükəsizlik var. Baxın, məhz sığorta barədə danışacağam. Bəli, indi deyəcəyəm. Yaxınlarda Kiril, bizim vizyonerimiz, şirkətin genişlənməsinə və miqyasına cavabdeh olan şəxs, bütün tərəfdaşlarımıza $2000 başlayan sığorta təqdim etdi. O, şəxsən göndərir. Hər bir partnyora kim depozit açmaq qərarına gəlibsə, $2000 başlayaraq elektron formada göndərir. O, hər birinə şəxsən öz adından sığorta göndərir ki, o tərəfdaşın investisiya etdiyi vəsaiti zərərsiz şəkildə qaytarmağa zəmanət verir. Bu, vəsaitlərin geri qaytarılmasına dair zəmanətlərdən biridir. bir də mən nəzərdə tuturdum, sual bununla bağlı idi. Siz banklardan nə ilə fərqlənirsiniz? Yəni faizlər və bu sığorta istisna olmaqla. Deməli, bu sizi ənənəvi bankdan fərqləndirir. Bəli. Baxın, bizdə belə də olur ki, bank kredit verir, amma indi demək olar ki, ümumiyyətlə. Ənənəvi bankda təşkilatların ümumiyyətlə kredit alması çox çətindir, çünki orada 2 həftədən 1 aya qədər vaxt tələb olunur. Bizim təşkilatlarımız içindən bura daxil olmaqla borc alanlarımızın əksəriyyəti xarici şirkətlərdir. Onlar krediti bizdən burada və indi, yəni elə həmin gün alırlar. Adətən borc alanlar krediti qısa müddətən 5 günən, 10 günən, 20 günə götürürlər. Yəni, uyğun olaraq sürət də fərqimizdir. Faizlər. Mən öz tərəfimdən əlavə edərdim ki, bəzən biznesə kredit qısa müddətə lazımdır.
Tutaq ki, hansısa şirkətə 300 min dollar lazımdır. Məsələn, bizdə orenda olan sövdələşmə kimi 300 min dollar 10 günə lazımdır. Heç bir bank 300 min dolları bir günə verməz. Heç bir ölkədə belə pulu 10 günə verməzlər. Əgər hətta daha uzun müddətə götürsən belə, vaxtından əvvəl qaytarmaq istəsən, birincisi bütün sənədlərdən, yoxlamalardan keçməlisən və amma şirkətə pul təcili lazımdır. Bax, məsələ budur və burada artıq kripto kreditləşməsi işə düşür. Yaxşı, cavab üçün təşəkkür edirəm. Əlbəttə, mən daha çox öyrənərdim, məhz. Şirkətin təhlükəsizliyi barədə, yəni şəxsən özüm üçün, tutaq ki, əgər sizinlə partnyor olsaydım, Medicate chatda yazıblar, suallara inamla cavab vermək üçün. Olqa, təhlükəsizliyin sizin üçün nə demək olduğunu, şirkət üçün təhlükəsizliyin nə demək olduğunu başa düşmək çox vacibdir. Mənim üçün bu ümumiyyətlə ilk şeydir, məsələn, ilk dəfədir. Xeyr, Bağışlayın, sözünüzü kəsəcəyəm. Təhlükəsizlik sizin üçün nə deməkdir? Siz təhlükəsizliyə investor kimi baxırsınız, təhlükəsizliyə biznes tərəfdən, təhlükəsizliyə iqtisadi tərəfdən baxırsınız. Məsələn, kimi? investor. Bəli. Baxın, investor kimi sizin üçün təhlükəsizlik ilk növbədə şirkətdə sabitliyin olmasıdır. Sabitlik həmişə nə ilə dəstəklənir? Şirkətin səlahiyyəti, onun statistikası, işi və hər halda yaxşı kapitallaşma olmalıdır. Bu suallar, mən deyərdim ki, zamin təmin edir, tənzimləyici özünüz gedib hər şeyi nəzərdən keçirə bilərsiniz. İkinci məsələ, bugün hər bir investoru narahat edən budur ki, ümumiyyətlə pulları hara gedir, hər hansı bir qeyri-sabit vəziyyət varmı, pullarını necə geri ala bilər və s. Burada da bilirsiniz, mən Grand Travel şirkətinin qeydiyyatdan keçdiyi tənzimləməyə baxardım və Böyük Britaniyada tərəfdaşlardan investisiya qəbul edən şirkətlərin hansı şərtlərlə işlədiyini nəzər yetirərdim. Və düşünürəm ki, siz təhlükəsizliklə bağlı bütün suallarınıza cavab tapacaqsınız və mən burada Smart Contract, SAFI protokol və bir çox başqa məsələlərə dərindən toxunmayacağam. Təşəkkür edirəm, Kiril, baxarıq, araşdırarıq, minnətdaram. Dəyməz. Yaxınlarda bizdə çatda bir məqalə paylaşılmışdı. Alexi, səhv etmirəmsə paylaşmışdı. Bəli, çox yaxşı məqalədir, sadə dillə izah olunub. Düşünürəm ki, bəli, dünən hətta xatırlatdım və yenə kimsə tərəfdaşı ilə bu məqaləni bölüşəcək. Deməli, sizin çapınıza nəyimsə vasitəsilə qoşulmaq lazımdır. Sizi dəvət edən şəxsə müraciət edin. Düşünürəm ki, o sizə chatın linkini verəcək. Təşəkkür edirəm. Başqa suallarımız varmı? Ümid edirəm yaz olacaq, düzdür, Natasha. Bəli, mütləq, əlbəttə, biz hər dəfə yazını paylaşırıq. Bugün gecikdim və başlanğıcı eşitmədim. Yaxşı, kimsə nəsə soruşmaq istəyir. Axşamınız xeyir. Bir sualım var. Mənə deyin, zəhmət olmasa, tutaq ki, sizin veb-saytınızda istifadəçi müqaviləsi var. Bir saniyə mən açacağam və məsuliyyətin məhdudlaşdırılması maddəsi var. Qanunla icazə verilən maksimum həddə grantor heç bir dolayı, təsadüfi, xüsusi nəticədə yaranan cərimə xarakterli zərərə və ya istənilən qazanc və ya məlumat itkisinə görə veb-saytdan istifadə nəticəsində və ya bununla bağlı heç bir məsuliyyət daşımır. Bu barədə dəqiqləşmə verə bilərsinizmi? Bu barədə. Məsələdə, gəlin mən sizə cavab verim. Birincisi, mən sizə hətta özünüz istifadə etdiyiniz birjalarda istifadəçi razılaşmasını oxumağı məsləhət görərdim.
İstifadə etdiyiniz pul kisələrində də ikincisi isə gəlin istifadəçi razılaşmasına deyil, məhz grantor şirkətinin işinə aid olan tam rəsmi sənədlərə istinad edək. Baxın, biz grant verəndən əvvəl saytda qeydiyyatdan keçəndə. Əgər hamımız əvvəldən yuxarı qalxırıqsa, saytdan istifadə etməzdən əvvəl bu istifadəçi müqaviləsini diqqətlə oxuyun. Ona görə də konkret olaraq saytla bağlı sual verirəm. Düzdür. Buna görə mən, bax ona görə sənə cavab verirəm o istifadəçi. Xeyr, bağışlayın. Asiya, sözümü kəsirsən, Asiya, mən. Bağışlayın, sözümü kəsirsiniz, bu tür ünsiyyət qura bilmərik, təəssüf ki. Sualımıza cavab olaraq istifadəçi müqaviləsi bütün onlayn platformalarda təxminən eynidir. Biz sizinlə işləyirik. Biz qanun və qeydiyyatdan keçdiyimiz tənzimləyici üzrə işləyirik. İstifadəçi müqaviləsinə gəldikdə isə bu qanunsuzdur və baxın, platforma və sairə ilə bağlı məsələlərə gəlincə, gəlin təsəvvür edək ki, siz öz parollarınızı kiməsə verdiniz və ya elektron poçtunuz sındırıldı. Parollarınızı əldə etdilər və nəticədə, məsələn, sizi sındıran dələduzlar sizin birjalardakı, cüzdanlardakı və Granter platformasındakı vəsaitlərinizi oğurladılar. Sizcə, şirkət buna görə məsuliyyət daşımalıdır? Mən sizə cavab verim, şirkət buna görə məsuliyyət daşımamalıdır. Bu, xüsusi olaraq belə hallar üçün bütün platformalarda və birjalarda göstərilir. Bizim işimizə, investorlara, şirkətə aid olan hər şey qaydalarda göstərilib. Buna görə də bu cür məlumatlar reglamentdə nəzərdən keçirilməlidir. Amma biz imzalayırıq və razılaşırıq. Tənzimləmə ilə deyil, istifadəçi müqaviləsi ilə. Düzdür. Xeyr, yox, səhv edirsiniz. Çünki biz Granteraya pul yatıran zaman biz tənzimləyicinin müəyyən etdiyi qaydalara uyğun fəaliyyət göstəririk. İstifadəçi müqaviləsinə gəldikdə isə mən sizə dediyim kimi, birincisi demək olar ki, hər yerdə eynidir. İkincisi isə əsasən mən sizə dediyim kimi, məsələn, sındırma halları və sair kimi nümunələrə aiddir. Amma bununla yanaşı, Grantera bu istifadəçi müqaviləsində istənilən dəyişikliklər etmək hüququnu özündə saxlayır. Mən xahiş edirəm. Üzr istəyirəm, öz adından bir şey əlavə etmək istərdim. Roman, mən fikrimi tamamlayım. Baxın, Grantera şirkəti məhz tənzimləyici ilə bağlı informasiyada hansı dəyişikliklər edə bilər? Böyük Britaniyanın rəsmi saytında sadəcə bütün şirkətlərin investorlar üçün rəsmi açıq olan qaydalarına baxın. İstədiqən, biz indi layihənin təqdimatındayıq, düzdür. Yəni, indi bizə layihə təqdim olunur. Bəs mən niyə harasa? Getməliyəm? Yox, baxın, biz layihə ilə işləmirik. Biz şirkətdə işləyirik. Bunlar fərqli şeylərdir. Yaxşı, biz indi şirkətin təqdimatındayıq. Baxın. Bəlkə hansısa. Yox, siz məni yarımçıq kəsirsiniz. Bu tür ünsiyyət qura bilmərik, düzünü desəm. Mən sizə məlumatı normal şəkildə çatdırmağa çalışıram. Siz isə məni yarımçıq kəsirsiniz. Baxın, əgər biz layihə ilə işləyiriksə, bəli, biz saytlarda yazılanlara baxırıq. Əgər biz bircə ilə işləyiriksə, ilk növbədə baxmalıyıq. İstifadəçi razılaşmasına və həmin bircəyə bağlı olan tənzimləyicilərə baxmalıyıq. Əgər biz investorlar üçün açıq olan, zəmanətçi kimi çıxış edən bir investisiya şirkəti ilə işləyiriksə, biz sizinlə tənzimləyicilərin qanunlarında yazılmış normalara əsaslanırıq. Layihələr isə işləyir, bəli, çünki saytda belə yazılıb. Siz tamamilə haqlısınız. Əgər bu. Rəsmi qanundur. Yaxşı, özümü düzəldirəm. Yaxşı, biz indi layihənin deyil, Grant TV şirkətinin təqdimatındayıq. Qoy belə olsun. Yaxşı, tutaq ki, əgər siz təqdim edirsinizsə, saytda sadəcə. Bu, mənim sualımdır. Mən bugün yalnız qeydiyyatdan keçmişəm və pul yatırmazdan əvvəl bu, mənim narahatlıqlarımdır və mən sualımı verirəm suallara aydınlıq. Hamının beynində olan budur. Baxın, əgər siz deyirsinizsə ki, biz filan yerdə qeydiyyatdan keçmişik, deməli, siz saytda təqdim edirsiniz. Şərti olaraq sertifikatlarınıza və onları harada yoxlamaq olar, link verirsiniz, düzdür. Bəs niyə burada sadəcə cavab vermək olmur? Niyə biz hansısa başqa sayta girib yoxlamalıyıq ki, burada şirkətin nümayəndələri var və onlar Bunu bizə. izah edə bilərlər? Baxın, bilirsiniz, bir dəfə görmək 1000 dəfə eşitməkdən yaxşıdır.
Regulyatorla bağlı, regulyatorun linkləri, regulyatorun adı, sənədləri hamısını saytda baxa bilərsiniz. Amma açığı, şəxsən mən sənədlərə məhz həmin sənədlərin rəsmi mənbələrində baxmağa öyrəşmişəm. Amma bu şəxsən mənim, bilirsiniz, mənim baxış bucağımdır. Yaxşı, mənim daha bir sualım olacaq. Bu layihənin, məsələn, Qazaxıstan ərazisində qanuniliyi necədir? Hazırda Rusiya barədə danışmıram. Baxın, məndə belə bir şey var. Mənim tərəfdaşlarım var. Mənim Qazaxıstanda tərəfdaşlarım var. Mən sizə izah edim, hər şey Rusiyadakı kimidir. Bəli, təəssüf ki, hazırda Grantera şirkəti Rusiya biznesinə, Qazaxıstandakı biznesə kredit verə bilmir. Amma nə Rusiyada, nə də Qazaxıstanda heç bir qanun investorların, əmanətçilərin şirkətlərlə işləməsini, kriptovalyuta vasitəsilə investisiya etməsini və sairəni qadağan etmir. Bununla bağlı heç bir qadağa yoxdur. Bəzi konkret platformalara, bəzi konkret birjalara qarşı lokal qadağalar var. Amma ümumilikdə heç bir qadağa yoxdur. Üstəlik, şirkət tamamilə yeni sənədləşmə alıb ki, əmanətçilər üçün açıq şəkildə işləsin. İlk 2 il ərzində tamamilə yaşıl işi var. Hətta digər ölkələrdə heç bir lisenziya almağa ehtiyac yoxdur. Halbuki az ölkə kriptovalyutaya investisiya və sairə üzrə tənzimləmə təqdim edə bilər. Qazaxıstanda tərəfdaşlar tamamilə açıq şəkildə inkişaf edir və heç bir problem yoxdur. Belə çıxır ki, tərəfdaşlar hesablarını sadəcə öz ailələri ilə doldururlar, elə deyilmi? Palaf bəs. Düzdür. Və bu heç bir qanunla qadağan olunmayır. Ən azından Qazaxıstanda, Rusiyada bu qəti qadağan deyil. Elə ölkələr ola bilər ki, mənim tərəfdaşlarım yoxdur və orada bu qadağandır. Amma mən bu məsələyə baxmamışam. Grand Terra üçün baş ofis varmı? Bəli, Grand Terra'nın baş ofisi Böyük Britaniyada yerləşir. Çünki şirkət Böyük Britaniyada tənzimlənir. Bu mərkəzi ofis, ünvan. Yenə. Yaxşı, bütün heyət, bütün işçilər oradadır. Düzdür. Bəli. Hər şeyi rəsmi mənbələrdə görə bilərsiniz. Düşünürəm ki, bu əslində ən yaxşı seçim olacaq. Əlbəttə. Suallarınıza görə çox sağ olun. Əslində bu suallar hər bir düzgün investorun və hər bir düzgün tərəfdaşın narahat olduğu suallardır. Yəni sadəcə hansısa acgözlükdən və ya başqa bir səbəbdən korkorana işləməyə gəlməyənlərin. Bəs tərtibatçılar kimdir? Mən sual vermək istəyirdim, amma vermədim. Tərtibatçılar hansı baxımdan? Yəni bu şirkət, axı onlar bu marketinqi hazırlayıblar. Baxın, şirkətdə 2 direktor var, şirkətin baş direktorları. Bunlar Joshua Morris və Alexander Kornevdir. Hansı ki, bugün bizim tərəfdaşlarımız, şəbəkə direktorlarımız və digərləri ilə qapalı konfranslarda çıxış edirdi. Bəs Bir nəfər Rusiyadandır, bir nəfər isə xaricdəndir. Bu insanlar bu biznesi hələ 2021-ci ildən qurublar. O, investorlar üçün qapalı bir şirkət kimi fəaliyyət göstərirdi. Amma son vaxtlar şirkət investorlar üçün açıldı və bu, obyektiv səbəblərə görə baş verdi. 26-cı il əslində bir çox ölkələrdə onların rəqəmsal valyutaları üçün yaşıl işıqdır. Bunu biz artıq bugün çatda da müzakirə etdik. Ona görə də kripto kreditləşmə sahəsi gələn ildən onlarla dəfə böyüyəcək. 25-ci il isə məhz bütün bu dəyişikliklərə hazırlıq ili olacaq. Yaxşı, təşəkkür edirəm. Başqa suallar var? Kiril, belə peşəkar izah üçün təşəkkür edirəm. Yox, Asiya əslində düzgün partnyordur. Əslində insanın sualları olması çox yaxşıdır. Çünki biz demək olar ki, hər axşam sualsız otururuq.
Bəli, razıyam. Cavab da kifayət qədər əhatəli oldu. Deyəsən artıq başqa sual yaranmır. Yaxşı, belə olsun. Əgər sual yoxdursa, onda sağ ol, şef. Sonra zon qeydini partnyorlarımızın söhbətində yerləşdirəcəyəm. Geniş cavabınız üçün çox sağ olun, Kiril. Və bu sualları verən qıza. Və sənə, Natalya, Bəli, əlbəttə. Təşəkkür edirəm. axşamınız xeyir. Əlvida. Tezliklə görüşərik.